Deməli, baxırıq birinci sualın izahına. Baxın. Hansı nümunədəki bütün sözlər eyni nitq hissəsinə aiddir? Bax, cümlədəki bütün sözlər eyni nitq hissəsinə aid olmalıdır. Tez variantları oxuyuq. İki nitq hissəsini gördünüzsə çıxın. Rayon hansı nitq hissəsidir? İsim. Savadlı, sifət, həkim isim, haqqında qoşma, çox, zərf, eşitmişəm feil. Getdi. Bu fikir, bu əvəzlikdir, fikir isimdir. Çıxdı. Ona əvəzlik, elə gəldi. Gəldi nədir? Feil, düzdür? Əvəzlik, parlaq, sifət. Görsən fərqli nitq hissələr. Siz bizim də gələcəyimiz üçün vuruşursunuz. Siz, biz, əvəzlik, gələcək nədir? İsim, getdi. Niyə əvəzlik, sən əvəzlik, elə sən. İşarə əvəzliyi, mən beləyəm, hamısı əvəzlik. Deməli, doğru cavab variantı Y variantıdır. Uşaqları çaşdıran ən çox nə olur? Buradakı eləni görürlər. Feil kimi götürürlər. Olmaz. Yəni, eləsən, görürsünüz, elədə şəkilçi də var. Eləsən, sual verir, necəsən? Necə sualına cavab verirsə, sifətin sualına cavab verirsə, zərfin sualına cavab verirsə, deməli olacaq işarə əvəzliyi. Keçdik ikinci suala. Hansı cümlədə köməkçi nitq hissəsi yoxdur? Köməkçi nitq hissəsi yoxdur. Baxaq. Ən çox bu tipli suallar düşəndə, 11-lərə, 9-lara bu tipli sual düşəndə nə edirlər? Amonim olan köməkçi nitq hissəsindən istifadə edirlər. Hansı ki, o köməkçi nitq hissəsi nümunədə isim kimi işlənir. Amma amonimi, məsələn, qoşmadır. Baxın, yoldaşlarım evəcən, gördünüz, bitişi. Özdə A variantında yazıblar ki, sən görəsən ki, yoldaşlarım isim, ev isim, mən əvəzlik, çiyin isim apardılar feil. Yəni, bitişi yazılanı görməyəsən. Deməli, burada evəcən qoşma var. Çörəyi dizinin üstündə olanlarla çörək yeməzlər. Olanlar ilə. Bax, çörəyi dizinin, bax, kimi ilə? Sual verin, kimi ilə? İlə ortaya çıxdı da, çörəyi dizinin üstündə olanlarla ilə ortaya çıxdı. Deməli, burada nə var? Qoşma var. Ay insafsız. Elə başlayan cümlə ilə başlayıb. Nida ilə başlayıb. Çağırış nidası. Getdi. Qalsın. Düzü, mən tədbirdə iştirak etmək istəmirəm. Düzü, doğrusu, düzdür, doğrudur, modal söz. Bu da çıxdı. Bax, fikir verin, əvvəl sözü zərf ola bilər. Bir də əvvəl sözü nə ola bilər? Qoşma ola bilər. Əvvəl qoşma olanda nəyə qoşulur? Çıxışlı hala qoşulur. Onun əvvəl dediklərinin hamısı doğrudur. Onun əvvəl dediklərinin, nə vaxt dediklərinin əvvəl. Düzdürmü? Deməli, buradakı əvvəl nədir? Zərfdir. Amma desək ki, ondan əvvəl dediklərinin bu qoşma olardı. Deməli, doğru cavab variantımız D variantıdır ki, burada əvvəl zərfdir. Qoşma olsa, qoşulacaqdır çıxışlı hala. Sonra 3-ə baxaq. Əvəzlikdən sonra vergülün qoyulması. Vergül həmişə düşür. Demək olar ki, əvəzlikdən sonra vergülün qoyulması həmişə düşür. 9-un, 11-in. Baxaq. Y-dən başlayaq. Bu da mənim halımdan xəbərsiz kimi danışırdı. Bax, vergül o deməkdir ki, sən burada fasilə eləyirsən. Dayanırsan. Düzdürmü? Yaxşı, vergül qoyulub, sən burada bir fasilə elə. Tutaq ki, sən burada danı yaddan çıxartmısan ki, əvəzlikdən sonra, deməli, bağlayıcı gəlsə, köməkçi nitq hissəsi gəlsə, vergül olmaz. İstisnalar çıxma şərtindən. Da gəlsə, vergül olmaz da. Bilən uşaq tez bunu çıxacaq ki, olmaz. Bilməyən üçün rahat qayda nədir? Gətir, burada bir fasilə ver. Bu, məsələn, deyirsən, bax, bu kitab aldı. Bu, kitab aldı. Nədir burada? Buradan sonra fasilə verdin, vergül olacaq. İndi bax, bu da mənim halımdan xəbərsiz kimi danışırdı. Bu da mənim halımdan. Olmaz. Fikir ver, bax, necə yağ kimi gedir. Bu da. Vergül olmaz burada. Plus bağlayıcı gəldiyinə görə, bundan sonra bağlayıcı gəlibsə, vergül olmaz. Səhvdir. Hamı Sənanı etdiyi səhvinə görə qınadı. Hamıdan sonra niyə vergül qoyaq ki biz? Yəni, hamıdan sonra vergül işarəsi qoyulmur. Bax, qınadı kim? Hamı. Kimi? Sənanı. Mübtəda ilə tamamlıq arasında vergülə ehtiyac yoxdur. Çıxdı. Sonra, o qız məktəbimizdə ən fəal şagirddir. Fasilə verirəm, fikir ver. O qız məktəbimizdə vergül olmazsa axıcı getməlidir. O qız məktəbimizdə, görsən, o qız məktəbimizdə ən fəal şagirddir. Hansı qız? O qız. Vergül olmaz. Burada çünki o sifət əvəz edibdir, ismi əvəz eləməyibdir. Bir dənə sual verə bilərəm. O qız məktəbimizdə qızlar məktəbi var idi, nəsə edir ki, uyğunlaşdırmaq olar. Qız məktəbində qız böyüklə yazılmalıdır. Məktəbin adı da axı.
Burada sadəcə insan olan qızdan söhbət gedir də, məktəbin adı deyil ona görə. Məktəb adı olsa, özü mürəkkəb adı olar, dırnaqda da verilər hətta. Hərçənd mən ona heç nə demədim, ancaq o məndən küsüb. Əvəzlikdən sonra əvəzlik gələndə vergül qoyulmaz. Bilirsiniz ki, əvəzlikdən sonra əvəzlik gəlsə vergül olmaz. Sadalama istisna. Döyüşdə heç kəs, bu nədir? Fikir ver, görün, bax, son zamanlarda OTK suallarında, DİM suallarında nə görürük biz? Biraz elə yerlərdən salırlar ki, sualları. Standart gördüyümüz suallardan fərqli. Biz əvəzlikdən sonra vergül deyəndə o saat ağlımıza o, bu gəlir axı. Variantda bunu axtarıq. Gör, heç kəs qeyri-müəyyən əvəzlikdir. Bu səfər heç kəs üzərindən oynayıblar. Bax, şübhəsiz nədir modal söz? Modal sözün hər iki tərəfindən vergül qoyulduğuna görə heç kəsdən sonra modal söz gələndə vergülün qoyulmasında bir səhv yoxdur, bir qüsur yoxdur. Deməli, doğru cavab variantımız olur A variantı. Əvəzlikdən sonra niyə vergül qoyulub? Çünki özündən sonra modal söz gəlib. Hər iki tərəfindən vergül qoyulub. A variantıdır. Yəni, görürsünüz, standart keçirilən qaydalardan fərqlidir. Sonra, hansı nümunədə eyni səsin biraz, bilmirəm, nə hikmətdirsə, uşaqlar bu tip suallarda qarışdırırlar. Deyir, eyni səs müxtəlif hərflərlə ifadə olunmasına rast gəlinmir. Eyni səs müxtəlif hərf olmalıdır, amma deyir, bu yoxdur. Eyni səs müxtəlif hərf olmalıdır. Məsələn, tutaq ki, birinci baş zövq vulkan sözünə baxaq. Tez səs hərf deyəndə mütləq sözlərin tələffüzünü yazmaq lazımdır. Heç vaxt söz sonunda özündən sonra bir şey gəlmərsə, yəni samit gəlmərsə, q səsin heç vaxt söz sonunda q səsi verilməz, heç vaxt. Ya x olmalıdır, ya k olmalıdır. Heç vaxt söz sonunda q səsi olmaz. Bax, deyirəm burada sizə bunu. Q, zövq olur. Düzdür? Sait artıranda zövqün q yerində qalır deyə ayrılıqda bu zövq olur. Zövq. Aydındır? Vulkanda necə olur bəs? Vulkan. Bəli, vulkan oldu. İndi fikir ver, 2 dənə k səsini gördünüz siz. 2 k səsi var. Səs deyirəmsə, bu eyni səsdir. Eyni səs, biri q hərfinin səsidir, biri k-nın səsidir. Deməli, müxtəlif hərflər eyni səsi veribdir. Gördünüz? Müxtəlif hərflər eyni səsi verib. Bax, müxtəlif hərf eyni səs. Amma deyir, buna rast gəlinməsin. Burada rast gəlindi, getdi. Sonra, viruslu sözü necə deyilir? Duzlu, duzdu, viruslu, virusdu. L nəyə çevriləcək? D-ya. Burada da vərdiş, zaten D səsi var, düzdürmü? İndi fikir ver. L hərfi ilə D hərfi. Müxtəlif hərf oldu, amma ikisi hansı səsi verdi? D səsini verdi. Deməli, müxtəlif hərf, eyni səs məsələsi varmı? Burada da var. Gəlin, indi bura baxaq. Mürəkkəb. Bu c-dır, sondakı da p-dır. Yəni, qoşa ç-larda necə olurdu? Ç, c, sək, ciz, mürəkkəb. Bu c-dır artıq. C səsi var ortada. İndi fikir ver, Gülüstanda da c səsi var. Düzdür, söz əvvəlində. Müxtəlif hərflər, biri ç-dır, biri c. İkisi də c səsini verib. Müxtəlif hərflər eyni səsi verirsə, burada da var. Üstəgəl, təmiz, dik. İndi baxın, söz ortasında nə gördünüz? 2 kar samit. Söz ortasında gələn 2 kar samitdən ikincisi nəyə çevrilir? Cingitliyə çevrilir. T-nın qarşılığı nədir? D. Burada üstəgəl olmalıdır. D. Təmizlik də olur təmizlik. Düzdürmü? L da burada D səsini ifadə edir. İndi fikir ver. T D səsini ifadə elədi. L D səsini. T və L müxtəlif hərflər eyni səsi verdi mi? Verdi. Deməli, A-nı da çıxdıq. A da olmaz. İndi bax, şirkət necə yazılır, elə deyilir. Siz, sadəcə bu olacaqdır, sistem. Baxın, görün, eyni səslərə baxın. Ş səsi var burada. İ zaten eynidir, çıxdıq. R səsi yoxdur, Ç səsi yoxdur, Ə yoxdur, T yoxdur. Gördünüz? Yəni, eyni səs yoxdur. Bir dənə idi, eyni səs, eyni hərfdir. Ona görə eyni səs müxtəlif hərf olmadığına görə cavabımız olur B variantı. Sadə sualdır əslində. Bəzən suallarda necə olur? Müxtəlif səs, eyni hərf. Eyni hərflər müxtəlif səsi verməlidir. Bax, bunun kimi. Eyni hərflər müxtəlif səsi verməlidir. Doğru cavab B-dir. Bax, bir dənə bunda diqqətli olun. Burada mən şərti deyir ki, yəni müəllim... Eyni səs müxtəlif hərflərlə ifadə olunmasına rast gəlinmir. Yoxdur, yəni. Burada da eyni səs müxtəlif hərf yoxdur. Hamısında var. Sonra gəldik digərinə. 5-ci sualdır da, 5. Deyir, hansı nümunədə cümlə üzvləri arasında
Tabeysizlik əlaqəsi. Tabeysizlik əlaqəsi daha çox nələr arasında olurdu? Tabeysiz mürəkkəb cümlə həmcins üzvlər arasında, bir də həmcinslik yaradan sözlər arasında. İndi bizə deyir ki, cümlə üzvləri arasında tabeysizlik əlaqəsi var. Sən o saat həmcins üzvləri seçməlisən, cümlə üzvün deyirsə. Fikir ver. Ay mənim dəcəl və qoçaq oğlum. A variantına bilə-bilə verirlər ki, sən deyəsən ki, oğlum hansı dəcəl və qoçaq. Təyinləri götürəsən, amma sən burada vericilə fikir vermirsən, hə? İndi təbii ki də qoyublar ki, sən elə biləsən ki, modal sözə görə qoyulub buradakı vergül. Amma burada nə var? Xitab. Bax, ay mənim dəcəl və qoçaq oğlum, gedəcəyik. Yəni bir müraciət edir də burada. Xitab da bilirsiniz ki, cümlə üzvü olmaz. Əslində burada həmcinslik var. Məsələn, dəcəllə qoçaq sözü bir-biri ilə həmcinsdir. Sadəcə xitab olduğuna görə cümlə üzvü sayılmır. Diqqətli olun belə bir şeydə. Yaxşı, belə tapa bilmirsən, gəl təhlil elə. Gedəcəyik ki, biz. Sonra götür görüm. Oğlumu nə götürəsən? Olmur axı. Bəzən deyirlər, mənim oğlum niyə mübtədə olmurum? Bunun mübtədası gedəcəyik ki, biz. Bizdir bunun mübtədası. Ay mənim dəcəl və qoçaq oğlum. Məsələn, deyirsən ki, qoçaq oğlum. Ya çıx mən oğlumu denən. Oğlum, təbii ki, gedəcəyik. Gördünüz, xitabdır bu. Deməli, burada həmcinslik olsa da cümlə özvü deyil. Anı çıxdıq. Dağa da, daşa da baxanda, bunu neçə dəfə demişəm, əgər dim sadalamanı verəcəksə, mütləq sizi çaşdırmaq üçün yanında nə verəcək? Bir, feili bağlama, məsdər, feili sifət verəcək ki, diqqətli ol, tərkibin içindədir bu. Gözümdə vətənim bölünməz obraz yaranır. Bax, deyir, dağa da, daşa da baxanda, gözümdə vətənin bölünməz obrazı yaranır. Yaranır nə? Vətənin obrazı. Düzdürmü? Vətənin obrazı yaranır. Düzdür? Nədə? Gözümdə. Nə vaxt, nə zaman? Bəli, dağa da, daşa da baxanda. Çünki bu feili bağlama tərkibidir. Yenə deyirəm, burada həmcinslik var, amma cümlə üzvləri arasında deyil, iki söz arasındadır. O da birləşmənin aslı tərəfindədir. Dağa da, daşa da baxanda. Bunu da çıxdıq. Çaşdırmaq üçün görürsünüz necə pillə-pillə gəlir. Sonra dağlarda buz əriyir, çaylar aşıb daşır. Bax, əriyir nə? Buz. Düzdürmü? Aşıb daşır nə? Çaylar. Fərqli-fərqli mübtəda xəbərlərdir. Dağlarda buz əriyir, ona görə də çaylar aşıb daşır. Hansı əlaqə var aralarında? Səbəb nəticə. Bax, dağlarda buz əriməsəydi, çaylar aşıb daşmayacaq. Bu mürəkkəb cümlədir. Mürəkkəb cümlə. Burada, məsələn, mübtədalarımız həmcins deyil, xəbərlərimiz həmcins deyil. Düzdür, dağlarda da zərflik getdi. Daş binada qalan insanlar istilik dərdini çox çəkirlər. Hanı burada həmcinslik? Dərd çəkirlər kimi insanlar hansı daş binada qalan nəyi? İstilik dərdini, daha doğrusu, İstilik dərdini çox çəkir kimi insanlar, hansı insanlar daş binada qalan? Həmcinslik yoxdur. Həmcins cümlə üzrində mütləq vericilə və ya və bağlayıcısı ilə bağlayıcısına fikir verin. Onun üzündə bicanə və laqeyd bir ifadə var idi. Bax, var idi nə? İfadə. Necə ifadə? Laqeyd. Necə ifadə? Bicanə. Gördünüz? Bicanə ifadə, laqeyd ifadə. Təyinlər mübtədanı izah eləyir. Yəni həmcinsdir. Ona görə doğru cavabımız Y. Gətirib laf Y-yə veribdir düzgün cavabı. Sonra 6. Hansı nümunədə bir-biri ilə antonim olan sözlər? Bunu da səhv eləmə. Antonim nə deməkdir? Əks mənalı sözlər. Duman, çən, yaxın mənalı sözdür, getdi. Yetişən feili sifətdir, çal sifətdir. Sən bilirsən ki, antonimlər eyni nitq hissəsi. Antonim, sinonim, çox mənalı söz. Eyni nitq hissəsi olmalıdır. Bir dənə amonimlərdir ki, eyni də olar, müxtəlif də olar. Deməli, biri feili sifət, biri sifətdirsə bunu da çıxdıq. Duzlu, duzsuz, şəkilçi hesabına, birincisi, şəkilçi hesabına, bəli, antonimlər yaranmaz. Kökləri də eyni olan sözlərdə bunları çıxdıq. Sərinlik, soyuqluq. Deyirsən ki, hava sərində, hava soyuqdur. Bunlar antonimdir. Hə, istilik, soyuqluq olsaydı, yenə deyərdik, hə. Demək olar ki, eyni mənaya gəlir. Bərk, yumşaq. Bərk, yumşaq. Cavab D variantıdır. Duman, çən, çiskin. Hava olur, dumanlı, çənli, çiskinli. Bildiniz? O bulanıq olur, torlu. Bax, o anlamda. Özdə çən sözü amonimdir. Cavab D.
Sonra 7. Hansı nümunədə ümumiləşdirici sözlə həmcins üzvlərin ifadə vasitələri eyni nitq hissəsinə aiddir? Həmcins üzvlərə baxırsa, sonra ümumiləşdiriciyə. Çalışanları, oxuyanları. Anları gördünüz? Fe'li sifət. Bax, qısası fərqlənənləri. Yəni gördünüz? Fe'li sifət. Deməli, həmcins üzvlərimizdə, ümumiləşdirici sözümüzdə fe'li sifətdir. Dostlarımız isim. Kimdir dostlarımız? Turan, İlhamə, alma yığmağa getdilər. Fikir ver, Turan isim, İlhamə isim. Deməli, eyni nitq hissəsidir. Çıxdı. Bax, Nərgiz, Təranə, Həcər. İsimlər, xüsusi isimlər. Hamımız nədir? Əvəzlik. Deməli, bu isimdir, bu əvəzlik. Nitq hissəsi fərqlidir. C-dir cavab. Uşaqları isim, Laləni, Bənövşəni, Türkanı gəzməyə apardılar. Bunlar isimdir, bu da isimdir. Getdi. Cavab qısası C-dir. Y-yə baxaq. Biz, o və mən rəsmi tədbirə dəvət aldıq. Biz, o, mən, hamısı əvəzlikdir, bəli. Getdi. 8-ci sual. Hansı nümunədə bitişdirici samitdən səhv istifadə edilib? Səhv. Bəzi sözlərimiz var idi. Mövqe, mənafi, mənşə, su, nə, tali, mənbə. Bu tip sözlərdə bitişdirici samit s əvəzinə y olurdu. Aydındır? Məsələn, deyirsən ki, qala. Düzdürmü? Bunu bitişdirici samitlə işlədəndə nə deyirsən? Qalası. Qız qalası deyirsən də, bitişdiricisi s-dır. İndi bax, mənbə y olmalıdır. Mənşə y. Kitabın vərəqi burada yoxdur bitişdirici. Mövqe y, dağın suyu. Bunlar da eynidir. Deməli, cavab mənbəsi yox, mənbəyi olmalıdır. Mənbə, mənşə, mənafi, mövqe, tali, su, nə? Bu tip sözlərdə bitişdirici samit y olur. Sonra, tamamlığı fe'li birləşmə ilə ifadə olunan nümunəni müəyyən edin. Hə, tamamlığımız fe'li birləşmə olmalıdır. Təhlil eləmək lazımdır. Gözünün yaşını gizlicə silirdi ki, görən olmasın. Bax, silirdi nəyi? Gözünün yaşını. Fikir ver, A variantına gətiriblər. Sən baxırsan ki, hə, söz birləşməsi özü tamamlıqdır. Sadəcə səndən nə istəyir? Fe'li birləşmə. Bu ismi birləşmədir. A-nı çıxdıq. Çantasını da götürüb otağı yeyin adamlarla tərk etdi. Bax, burada fe'li bağlamanı gördünüz. Sizə asan yol, heç düşünməyin. Nümunədə əgər fe'li bağlama görürsünüzsə, fe'li bağlama cümlədə ancaq nə olur? Zərfli olur da. Düzdür? Sizdən nə istəyir? Tamamlıq. Axı fe'li bağlama cümlədə tamamlıq olmaz. Başa düşdünüz? Tez B variantını çıxırsınız. B variantı lazım deyil. Çiçəklərlə bəzədilmiş eyvan küçədən keçənləri heyran edirdi. Bax, heyran edirdi. Nə heyran edirdi? Eyvan. Kimi? Küçədən keçənləri. Hansı eyvan? Çiçəklərlə bəzədilmiş. Sizi çaşdırmaq üçün nə ediblər? Əvvəldə C-nin əvvəlində yenə də fe'li birləşmə veriblər ki, sən bunu əvvəldəkin görüb çıxasan ki, burada nədir? Təyindir. Tamamlıq deyil. Amma cümləni axıra qədər oxuyanda görürük ki, 2 dənə əslində fe'li birləşməmiz var. Biri budur, biri bu. Burada fe'li birləşmə nədir? Tamamlıqdır. Doğru cavab variantımız olur C. Azərbaycan dilini bilmək hamımızın borcudur. Hamımızın borcu nədir? Azərbaycan dilini bilmək. Azərbaycan dilini bilmək mübtədadır. Darvazadan girəndə həyətdə uzanmış iti görmədi. Görmədi nəyi? İti. Hansı iti? Həyətdə uzanmış. Nə vaxt, nə zaman? Tuardı. Zərflik və fe'li sifətdir. Cavabımız oldu C variantı. Sonra hansı sözün yarandığı nitq hissəsi digərlərindən fərqlidir? Yarandığı nitq hissəsi digərlərindən fərqlidir. Uşaqlar, əgər yarandığı nitq hissəsi deyirsə, bax, sxemi budur. Bunu bir dəfəlik yadda saxlayın. Tutaq ki, bir sözdə 3 dənə leksik şəkilçi var. 2 dənə qrammatik şəkilçi var. Söz nədən yaranıbdır? Bu son leksik şəkilçi nəyə qoşulursa, söz ondan yaranır. Yəni, sən yarandığın deyəndə o saat qrammatikləri at. Sənin sözün bu leksik şəkilçili sözdür, düzdür? Son leksik nəyə qoşulursa, söz ondan yaranır. Bildiniz? Məsələn, primitiv nümunəyə yazaq. Məsələn, kitabxana, gəlin bir dənə söz yazaq. Yel, lən,
Yerləncəkdəkilər. Yerləncəkdəkilər. Sözün kökü nədir? Yel. Yellə, yellən, yerləncək, yerləncəkdəkilər. Sözdə 4 dənə leksik şəkilçi var, leksik. Son leksik nədir? Dəki. Dəki nəyə qoşulub? Yerləncəyə. Deməli, söz nədən yaranıb? Yerləncəkdən. İndi baxın, bu tip suallarda deyir ki, yel küləkdir. Külək, bəli. Külək, yelləmə. Yelləyəndə nə olur? Sözün kökü isim, yarandığı isim. Düzdürmü? Bax, kökü və yarandığı eyni nitq hissəsi olan söz. Amma özü dəki ilə sifət düzəlibdir. Yel, yerlə, yellən, yerləncək. Yarandığı yerləncəkdir. Vəssalam. İndi birdən sizdən soruşsa ki, yerləncək sözü nədən yaranıb? Deyəcəksiniz ki, yellən sözündən yarandı. Son leksik. İndi bildiniz nədən yarandığı deyəndə nə istəyir bizdən? Bircəlik sözünün kökü bir, bircə, bircəlik. Birlik, bir, incilik, birdən, birləşmək. Yadda saxlayın, əgər düzəltmə sözün kökü birdirsə, bu bir həmişə saydır. Həmişə saydır. Bunu yadda saxlayın. Bir zaten ədat olar, bir də say olar. Başqa heç nə olmaz. Ədat və say olar. Ədat da bir sözün kökü olmadığına görə, deməli, bir sözün kökü birdirsə, bir sözüdürsə, deməli, o kök saydır. İndi baxırıq. Saydan nə yaranıb? Bircə. Sifət. Bircə, məsələn, insanlar bircə yaşayırlar. Zərf də olar. Bircəlik isimdir. Deməli, deyirik ki, lıq şəkilçi nəyə qoşulub? Sifətə. Bu sifətdən yaranıb. Sifətdən. Birlik. Görsən, son leksik likdir. Nəyə qoşulub? Saya. Deməli, bu saydan yaranıb. Son leksik nədir? Lıq. Nəyə qoşulub? Birinciyə. Saydan yaranıb. Son leksik nədir? Dən. Nəyə qoşulub? Birə. Saydan yaranıb. Birdən bu arada zərfdir. Birləşməkdə son leksik ləşdir. Nəyə qoşulub? Say. Deməli, doğru cavabımız nədir? A variantı. Kökü saydır, amma yarandığı bircə sifəti və ya zərfidir. Onun üçün doğru cavab variantımız olur A variantı. Görürsünüz, hissə işləmə. Mən elə adını deyib keçərdim də, bütün variantları təhlil eləyirəm. Yəni, imtahandır, risk atmaq olmaz. Cavab olur A variantı. Aydın oldu.